Salam əziz uşaqlar, qeyri-bədii mətnlərimizlə bağlı olan mətnin ev tapşırıqları ilə bağlı məlumata diqqət edək. Sosial şəbəkələrdə istifadə olunan ideoqramların ifadə etdiyi mənaları yazaraq crosswordu tamamlamalıyıq. Maraqlı bir tapşırıqdır. Diqqət edək, yuxarıdan aşağı, soldan sağa. Deməli, uşaqlar, bunlar bu simvollar əsasındadır ki, biz bunları sosial şəbəkələrdə daha çox istifadə edirik. Deməli, bizim birinci şəklimiz dadlı, daha sonra məyus, üçüncü qələbə, dördüncü sevinç, beşinci isə uşaqlar. Artıq sizin iştirakınızla seçilən sözlərdir ki, diqqət edin ki, bu sakit, sonra xəstə, afərin və təəccüb sözləri ilə bağlıdır. Yəqin ki, bunları sosial şəbəkələrdən istifadə edərkən siz də bu simvollardan istifadə edirsiniz. Gəlin, növbəti tapşırığa diqqət edək və deyin görək daha hansı simvollardan istifadə edirsiniz. Növbəti tapşırığımızda isə piktoqram yoxsa ideoqram mətninə əsasən doğru fikirləri tapmalıyıq. Deməli, mətndə yazı işarələri haqqında ümumi məlumat verilir. Uşaqlar, bu mətnimizdə doğru fikir deyildir. Piktoqram və ideoqramların fərqi izah olunurdu. Bəli, mətnimizdə onların izahı verilirdi və ona görə də mətnimiz necə adlanırdı? İzah edici mətn adlanırdı. İdeoqramların piktoqramlardan daha üstün olması fikri irəli sürülürdü. Bu da doğru deyildi. Əgər üstün olması ilə bağlı biz fikirlər irəli sürəcəksə, bu bizim növbəti dərsimizdə öyrənəcəyimiz mətnlə bağlı olacaq. İndi isə keçid edirəm növbəti tapşırığa. C tapşırığı. Piktoqram yoxsa ideoqram mətnindən 3 vacib məlumatı qeyd etməliyik. Uşaqlar, gəlin məlumata diqqət edək. Piktoqram və ideoqramın fərqi. Piktoqram yalnız təsvir etdiyi konkret varlığı bildirir. İdeoqram isə həm şəkli, həm də müəyyən fikri, mənanı ifadə edirdi. İdeoqramın funksiyası, ideoqram konkret görüntü ilə yanaşı əlavə bir fikir və ya qadağanı da ifadə edə bilərdi. Məsələn, ötmək qadağandır, yol nişanını biz buna misal edə bilərik. Daha sonra ideoqramların formaları haqqında desək, ideoqramlar təkcə şəkillər deyil, həm də hərflər və simvollar əsasında yaradıla bilirdi. Məsələn, M metro, P park dayanacağı fikrini ifadə edirdi. Bununla da uşaqlar, mövzumuz bitir. Siz isə evdə digər işarələr haqqında bu cür məlumatları müəyyən etməyə çalışın və araşdırmanızı daha geniş edin ki, növbəti dərsimizdə bunun əhatəsində olacaq. Sağ olun, növbəti dərslərdə görüşənə qədər.